Değerli izləyicilərim, Allahın salamı olsun sizlərə. Görürsən də, dədə baba, mən bu həyət uşaqlığımı xatırlatdı mənə, qardaşım. Şəxsi tikili, 10 sotda paket kupça. Ürəyində istəyən meyvə ağacı, nə bilim gülü, canım sənə desin, alça ağacı, ərik ağacı, gilas ağacı. Tez bağı elə belə göstərək, bağda belə cığırdı. Bax, da girmirəm içəri. Bax, burada bax, beton cığırdı. Hər bir şey mövcuddur. Bax, bu həyətimizin giriş hissəsidir, qardaşım. Bax, jalüz qapı ilə. Bu da, bax, Kərbala, bir dənə evimizi göstər. Arxa hissədən, bax. Bu da bizim evimizdir. 230 kvadratdır. Şəxsi də tikilidir. Qiymətdə çox ucuz qiymətdir bugünkündə. Bir dənə betonun qalınlığına bax, qardaşım. Bir dənə birə qoy, bax. Gör, həyətə nətər beton verilib. Dindaş sisteminə qədər evdə mövcuddur. 230 kvadrat, canım sizə desin, sarayda, yeni məktəbin yaxınlığında, nəm təzə yoldan giriş. Yəni, sarayın çox qəşəng bir yerində. Təzə yoldan da girmək olur, saray postundan da girmək olur. Bax, qardaşım, birinci mərtəbə boya-boy belə deyək ki, kermogranat ilə üzlənib. Yəni, istipoldur birinci mərtəbə. Bax, belə bir görsən zal hissəmizdir. Tamamlanma işləri qalıb. O da yəni təcili satıldığına görə, yəni maddiyyat baxımına görə, amma təhvil veriləcək. Bu da bizim növbəti mətbəx hissəmizdir. Burada yəni birinci mərtəbə təkrarən boya-boy istipoldur. Ara kəsmə monolit betondur. Aşağıda 2 dənə otağımız var. Bax, bu da gördüyünüz kimi, görsən qardaşım. Şəxsi təmir. Burada bax, kombisinə qədər quraşdırılıb. Hamamımız ayrıdır, saunjelimiz ayrıdır, camaşırxanamız ayrıdır. Bildiyin villa. Deməli, pilləkənlər gördüyünüz kimi mərmərlə üzlənib və pilləkənlər yəni betondandır. Monolitin enliliyinə bax. Qardaşımız şəxsi, bax, laminata bax. Şəxsi öz üzünü iş elətdirib. Allah işini hər nə niyyətlə satırsa, Allah işini avand eləsin. 7 otaqdan ibarətdir ümumilikdə. Bax, 1, 2, 3, 5 dənə də otaq, bax, göstər. Otaqlar geniş-genişdir. 5 dənə də otağımız yuxarıdadır. Bax, bir otağımız canım sizə desin. Qiyməti də çox əla qiymətdir. Bax, bu bizim, görsən, növbəti otağımızdır. Deməli, burada bizim hamam sanujelimizdir. İkinci mərtəbədə olan bu növbəti otağımızdır. Qiyməti elə bir qiymət.